Ən sevilən ləzzətlərdən biri olan mürəbbənin əslində mədəyə və qaraciyərə böyük zərərləri olduğu məlum olub. Şəkər və əlavələrlə zəngin olan bu şirin ləzzət hər gün, xüsusilə səhərlər qaşıq-qaşıq yeyildikdə həzm sistemində bir sıra problemlərə yol aça bilər. Mütəxəssislər bildirirlər ki, mürəbbənin ifrat istifadəsi mədə turşusunun artmasına, qastrit və reflü kimi narahat edici halların yaranmasına səbəb ola bilər. Eyni zamanda bu cür şəkərli qidalar mədənin bakteriyal balansını pozur, bağırsaqlarda faydalı mikrofloranın azalmasına və pis bakteriyaların çoxalmasına şərait yaradır. Qaraciyər baxımından isə mürəbbənin tərkibindəki yüksək fruktoza qısa zamanda piyə çevrilərək bu orqanda yağlanmanı sürətləndirə bilər. Mürəbbənin gündəlik və nəzarətsiz istifadəsi həm də həzm prosesini ləngidə bilər. Mədə boşalmasının gecikməsi nəticəsində qaz, şişkinlik və narahatlıq halları müşahidə edilə bilər.